Əvvəllər bu öd daşı xəstəliyini ən çox qadınlarda rast gəlinirdi. Qadınlara daha az qala xarakterik olmuşdu. İndi kişilər arasında da bu cərrahlar danışırlar ki, kişilər arasında da, hətta cavan adamlarda öd daşı xəstəliyindən əməliyyat olunanlar var. Bu niyə? Niyə kişilər arasında belə? Təbii ki, yenə də nisbət götürsək qadınlarda çoxdur, amma kişilərdə artıb. Bir çox səbəblər var. Bax, metabolik pozulmalar, artıq çəki olsun, metabolik pozulmalar olsun, endokrin xəstəliklərin artması olsun, fiziki aktiv olmamaq olsun, az maye qəbulu, az su içmək olsun. Təbii ki, burada zərərli qidaların öz rolu var, genetikanın öz rolu var. Yəni bunlar hamısı bir səbəb amilidir. Bağırsaq mikroflorasının pozulmasının belə öd daşının yaranmasına dolayısıyla təsiri vardır ki, mikroflora pozulması da cəmiyyətimizdə çox rast gəlinir. Yəni bağırsaqda mikroblar var, milyonlarla, milyardlarla, loru dildə desək mikroblar var, faydalı və zərərli mikroblar var və bunların arasında bir balans olmalıdır. Müxtəlif səbəblərdən bu balans pozulur. Bütün xəstəliklərin bir səbəb amili kimi hesab olunur. İnsanlar ona görə probiotiklə zəngin qidalar, misal üçün kələm. Kələm təbii probiotikdir. Həm vitaminlə zəngindir, həm də bağırsağın faydalı mikrobları ilə zəngindir. Yeganə, məsəl üçün, yeməklərin yanında istifadə olunması məsləhət görülən turşu kələm turşusudur. Xeyri var ki, ziyanı yoxdur. Təbii ki, sirkəsi, duzu qədərində olmaq şərti ilə. Çiğ yemək də faydalıdır. Turşunu, belə deyək, düzgün hazırlamaq şərti ilə yeməyin yanında kələm turşusunu, qırmızı kələm turşusunu yemək də faydalıdır. Çox-çox faydalıdır. Qatıq olsun, təbii probiotikdir, istifadə olunmağı məsləhətdir.